Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Bu verilişimizdə sizə transfer gündəliyini təqdim edəcəyik. Xüsusilə Qarabağ və Neftçi komandasının transfer gündəliyi kifayət qədər zəngindir. Qarabağ komandası 2 qapıçısını yola salır, 2 yeni qapıçı transfer edir. Eyni zamanda komandanın vacib legionerləri komandadan ayrılmaq üzrədir. Yeni transferlərin olacağı da gözlənilir. Neftçi komandasının isə hədəfində sürpriz transferlər var. Sona qədər izləsəz bütün bunlardan xəbərdar olacaqsınız. Videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Həmçinin kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun ki, bütün transfer və digər futbol xəbərlərindən həmişə dərhal xəbərdar olasınız. Dəyərli dostlar, ilk öncə sizin nəzərinizə çatdırım ki, Qarabağın gənc qapıçısı Amin Ramazanovun Qarabağla müqavilə müddəti başa çatır. Qarabağ komandası isə gənc qapıçı ilə yollara davam etmək niyyətində deyil. Ümumiyyətlə, qapı xəttində kifayət qədər dəyişiklik gözlənilir. Qarabağın qapıçısı Andrey Luniev Rusiyaya qayıdır. Qarabağın Rusiyalı qapıçısı Andrey Luniev karyerasını vətənində davam etdirməyə yaxındır. Rusiya mətbuatında yer alan xəbərlərə görə 32 yaşlı futbolçu Dinamo Moskvanın diqqət mərkəzindədir. Bildirilir ki, Lunyevin çıxışını bəyənən paytaxt klubu artıq onunla danışıqlara başlayıb. Bundan başqa Andrey Rusiyanın daha 2 komandası Krılya Sovetov və Rostovun da transfer planlarına daxildir. Qeyd edək ki, ötən yay azad agent kimi Qarabağa qoşulan Lunyev köhlən atların əsas qalkiperidir. Bütün yarışlarda 32 maçda forma geyinən oyuncu bu görüşlərdə qapısından 40 top buraxıb. Onun Ağdam təmsilçisi ilə müqaviləsi bu ilin yayınadək nəzərdə tutulsa da, Qarabağ bir tərəfli olaraq sözləşmənin müddətini daha bir il uzada bilər. Rusiyalı qalkiper isə Matseveyə açıqlamasında Qarabağla yeni müqavilə danışıqlarının davam etdiyini bildirib. O, Qarabağ sənə yeni müqavilə təklif edibmi sualına bu cür cavab verib. Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir. İndi diqqətlər yalnız mövsümün sonundadır. Mövsüm başa çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm. Qarabağ qapıçı ilə 1+1 şərti ilə müqavilə bağladığı üçün məcburi şəkildə Andrey Lunyevi öz düşərgəsində saxlaya bilər. Amma Qarabağ komandası Andrey Lunyevi məcbur saxlamaq niyyətində deyil. Əgər qapıçı könüllü olaraq Qarabağda qalarsa, onun maaşı artırılacaq. O, komandaya gəldiyi vaxtdakından daha yüksək gəlir əldə edəcək. Rusiyalı qapıçı Torpedo Moskvanın yetirməsidir. Təcrübəli futbolçu Istra, Kaluga, Saturn, Ufa, Zenit, Bayer Leverkusen klublarının qapısını qoruyub. Qarabağ komandası yeni qapıçı transferinin astanasındadır. Andrey Lunov və Amin Ramazanovla müqavilə müddətinin bitməsinə sayılı günlər qalıb. Hər iki qapıçı ilə Qarabağ komandasının yolları ayıracağı bildirilir. Bu səbəbdən Qarabağ komandası bir gənc perspektivli və bir təcrübəli qapıçı transfer etmək niyyətindədir. Artıq Qarabağın hədəfində olan qapıçıların adları da bəllidir. Bunlardan biri İtaliyalı gənc qapıçı Udinese'nin 19 yaşlardan ibarət komandasının üzvü artıq əsas komandaya da dəvət alan Federico Moscadır. Avqust ayında 19 yaşı tamam olacaq futbolçunun boyu nə az nə çox 1,92 m-dir. Amin Ramazanov da gözlədiyi performansı ala bilməyən Qurban Qurbanov bu gənc qapıçının transferində israrlıdır. Artıq Qarabağ komandasının nümayəndələrinin İtaliyada olduğu bildirilir. Danışıqlar müsbət yekunlaşarsa, yaxın günlərdə bu qapıçı Qarabağın düşərgəsinə qoşulacaq. Nə düşünürsünüz? Bu qapıçı Qarabağ üçün nə qədər faydalı ola bilər? Fikirlərinizi şərhlər bölümündə yaza bilərsiniz. Andrey Lunyevin Qarabağdan ayrılmaq üzrə olması Qarabağı yenidən hərəkətə keçirib. Qarabağ komandası Dinamo Zagrebin Xorvatiya qapıçısı İvan Neviştis ilə maraqlandığını sizin nəzərinizə çatdırmışdıq. Artıq danışıqlar yenidən bərpa olunub. Ağdam klubu 25 yaşlı futbolçunun oyunlardakı çıxışını yaxından izləyir. Qeyd olunur ki, Qarabağ hələ Rusiyalı qapıçı Andrey Lunyev ilə müqavilə bağlamamışdan öncə Neviştisin transferində maraqlı olub. Hal-hazırda transfer dəyəri 850 min avro olan Neviştis Qarabağa keçə bilər. Yassin Benziya Qarabağdan ayrılırmı? Qarabağın futbolçusu Yassin Benziya bu mövsüm həm klubu, həm də 5 il yarımdan sonra yenidən dəvət olunduğu Əlcəzair millisində uğurlu oyunu ilə diqqət çəkir. Bu səbəbdən o Avropa klublarında diqqət mərkəzinə düşüb. 29 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə 2025-ci ilin iyunun 30-na dək müqaviləsi olsa da, onun komandadan ayrıla biləcəyinə dair xəbərləri yayılır. Sportopun məlumatına görə bu mənada Əlcəzairin fennefutbol.com saytında dərc olunan yazı diqqət çəkir.
Əzəzayır millisinin ulduzu Yasin Benziyanın xəyalları qırıldı başlıqlı yazıda qeyd edilir ki, yay transfer pəncərəsi dönəmində futbolçuya diqqət artacaq. Azərbaycanda Qarabağın forması ilə keçirdiyi 2 uğurlu mövsümdən sonra hücuma meyilli yarım müdafiəçi Avropada yeni çağırışa ümid edir. Lakin hazırki klubu onun getməsinə qəti şəkildə qarşıdır. Bu isə hər iki tərəfi qarşı-qarşıya qoya bilər. Yazıda iddia olunur ki, Yasin Benziyanın Qarabağda gələcəyi qeyri-müəyyən görünür. Benziya əvvəllər də oynadığı Avropa klublarından gələn çağırışları qəbul etməyə hazırdır. Lakin onun məşqçisi Qurban Qurbanov Benziyanı klubun ən vacib elementi olduğunu düşünərək onu buraxmaqdan imtina edir. Yazıda qeyd olunur ki, Benziya bu mövsüm Qarabağın uğurunun ən böyük memarlarından biridir. O bütün turnirlərdə 16 qol vurub, 15 qolun isə ötürməsini verib. Klubun çempionluğunu və Azərbaycan kubokunun finalına yüksəlməsində onun əməyi həlledici olub. Qarabağ isə öz növbəsində idman və maliyyə səbəblərinə görə futbolçunu saxlamaq istəyir. Benziyanın müqaviləsi 2025-ci ildə başa çatır. Azərbaycan klubu isə gələn il onun klubdan pulsuz ayrılmasına şahid olmaqdansa transfer qazancı əldə etməklə onu bu yay satmaq istərdi. Beləliklə, indiki vəziyyətdə dalana dirənmiş kimi görünür. Benziya klubu tərk etmək istəyər, lakin Qarabağ onu saxlamaqda qərarlı görünür. Ona görə də qarşıdakı bir neçə həftə futbolçunun gələcəyini müəyyənləşdirməkdə həlledici ola bilər, deyə Əzəzayır saytında bildirilib. Qarabağın keçmiş hücumçusu Ramil Şeydayev yenidən Qarabağın düşərgəsinə qoşula bilər. Türkiyə Super Liqasına vəsiqə qazana bilməyən Kocaelisporun futbolçusu artıq karyerasını burada davam elətdirmək istəmir. Aldığımız məlumata görə Ramil Şeydayev Qarabağla artıq danışıqlara başlayıb. Ramil Şeydayevlə yanaşı millimizin digər hücumçusu, Qarabağın keçmiş futbolçusu Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yenidən Qarabağa qayıda bilər. İsveçin Djurgården komandasının gələcək planlarına daxil olmayan Musa Qurbanlı növbəti mövsümdə icarə əsasında Qarabağda çıxış edəcək. Hər halda məlumatlar bu yöndədir. Portuqaliya mediasında Qarabağın oyunçusu ilə bağlı yeni iddia. Türkiyənin Beşiktaş və Fənərbağça klublarının Qarabağın futbolçusu Leandro Andrade'nin xidmətində maraqlı olduğu bildirilir. Bu iddia ilə Portuqaliyanın Abola nəşri çıxış edib. Bununla əlaqədar Türkiyənin hər iki təmsilçisinin Ağdam klubuna müraciət etdiyi də qeyd olunub. Lakin bu təklifin qəbul edilmədiyi vurğulanıb. Bildirilib ki, Qarabağ futbolçu üçün onun müqaviləsində göstərildiyi kimi 4 milyon avro təzminat tələb edib. Həmçinin iddia olunub ki, Rusiyanın 3 klubunun nümayəndəsi də Kobeverdili yarım müdafiəçinin agenti ilə əlaqədə quraraq mümkün transfer şərtlərini öyrəniblər. Qarabağ klubundan isə verilən açıqlamada Andrade'yə görə heç bir rəsmi təklif almadıqları vurğulanıb. Xatırladaq ki, 24 yaşlı Andrade bu ilin fevralında Qarabağla müqaviləsini 2027-ci ilin iyununa kimi uzadıb. Neftçi Peşkar futbol komandası növbəti sürpriz transfer həmləsini edib. Yeni mövsümün transfer çalışmalarına start verən Neftçinin bəzi planları üzə çıxmaqdadır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Ağqarlar Şəhrüddin Məhəmmədəliyevdən sonra millinin daha bir üzvünün xidmətində maraqlıdır. Paytaxt təmsilçisi Adana Demirsporun formasını geyinən qapıçı ilə yanaşı Mahir Əmrəliyə dəvət göndərib. Neftçi 27 yaşlı hücumçuya 2+1 illik müqavilə təklif edir. Əmrəli hazırda Dinamo Zagreb komandasına məxsusdur. Onun Zagreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Bakının yetirməsinin bu ayın sonunda Xorvatiyadan ayrılması gözlənilir. Buna səbəb isə əsas heyətə düşməməsidir. Dinamonun Mahirə azad agent statusu vermək istəməsi məlumdur. Hələlik o naməlumdur ki, forvard təzminat almadan buranı tərk etməyə razılaşacaq ya yox. Yəqin ki, qarşıdakı həftələrdə bu sualın da cavabını biləcəyik. Bəlkə də daha tez. Qarabağın aparıcı futbolçularından Juninho, Yasin Benziya, Abdullah Zubir, Redon Cica, Marko Veşoviç, Marko Yankoviç, Julio Ramo və digər bir sıra futbolçulara təbii ki, xarici klublardan təkliflər gəlir. Həm klublar, həm də futbolçular bu təklifləri dəyərləndirirlər. Yaxın zamanlarda bu futbolçuların hansının Qarabağın düşərgəsini tərk edəcəyi, hansının isə Qarabağla yoluna davam edəcəyinə aydınlıq gələcək. Yeni transferlərdən, eyni zamanda ayrılıqlardan və digər futbol xəbərlərindən anında xəbərdar olmaq üçün kanalımıza abunə olub bildirişləri açıq tutsanız kifayət edəcək. Videonu bəyənin, şərhlər bölümünə fikirlərinizi yazın və dostlarınızla videonu paylaşmağı, kanalımıza onları tövsiyə etməyi unutmayın. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşərik.